Ağlar yığışıb bunun səhifəsini bağlatdıracaqsan. Primazada işləyəsi kişilərə. Sən başını qarışıb qızlara gəl deyirsən ki, birinci səni görmüşəm. Birinci mən olmamışam. Birinci burada mənim söhbətlərim gedib. Qızlardan çox danışan başı qarışır ha qızlara. Yaman qız deyirsən. Yox, yəqin ki, başın qarışıb da deyirsən xəbərim yoxdur. Mən neyniyim? Başım sənə qarışsın. Başım mənə qarışıb, onda bir dəfə girib fikir bildirərdim. Ehtiyac yoxdur, lazım deyil. Araşdırardın. Görürsən mən o qədər adam düşüb üstümə təşkiliblər. Bir dəfə deyərdin ki, yanındayıq. Nə oldu? Bir dəfə bir kameramı, mikrofonumu qoy yerə, get bir həftə istirahət elə, cəmaət əl çəksin səndən. Nə istəyirsən? Misafirinə qalxır, sənə Türkiyə verilən çulbanları yığışdı böyrünə. Sənə bir xeyir gələstəl olardı. Sən necə 10 gün qoşursan, mən də 10 gün qoşuram. Yardım edirəm. Mən görmüşəm. 8 dənə operator elə bir toy çəkir. Açırsan, profilli qarpız kimidir. İçindən qırmızı da çıxır, ağ da çıxır. Mən neyniyim? Elə belə istəyirsən, Aygünün klipini çəkir, 8 dənə operator. Amma mən görəndə Çərxanı söyə, fərq yoxdur. Kim olsun, cavabını verib çıxardıram. Qoyma. Elə söyüş gətir. Şantaj edirsən, elə söyüşdən zaddan danışırsan. Sənə şantaj eləmirəm. Sən olanları deyirəm ki, mənə bunu edirsənsə, onda busan. Sən başdan ayağa səhvsən. Ağa yasamaldayam, gəl sən. Tamam, ümumiyyətlə onda düzün yox. Get videoları, get yaşa da rahat. Nə işin var bizlərlə sən? Sən mənlə işin oldu? Mən səninlə nə işim olub? Sənin artıq haqqında nəsə danışmışdın. Danışma da, bir-birimizi tanımırsan. Sən sadəcə o vaxt ki, sənin 5 il qabaq mənlə olan problemimə görə bilirəm ki, mənə qarşı nəsə ürəyində var, amma açıq demirsən. Ömrü boyu heç kimdən mənim söhbətim olmaz. Sərxan, də bura, bunu göndərək tətilə, bir həftə dincəlsin. Allah bunun başı itəcək. Yox, bilsən, mənə yandıq tökən bilsən nədir, Rahid? Eləmədiyim işləri mənə danışanlar mənə xoş gəlir. Ona görə deyirəm. Mənə də yandıran odur da. Girirlər bura, qoşub Sərxan bura, Sərxanda canlı adam çoxdur da maşallah. Adamlar qoşulub ora, danışırlar. 3 qloq belə getdi, Xaqo belə yedi, Xaqo bir mat eləmədi. Sərxanda durur sakit qulaq asır. Xaqo heç olmuyor. Bütün payını verə bilmir ki. Sən bir şey Xaqo. Bax, sənin də əziyyət Twitterdə xoşuma gəlir. Mən də əziyyət. Xaqo, gedib pul yığırsan, oradan pul götürmürsünüz özünüzə. Pul yığıram mən. Mən bir ay o evlərdən pul yığırsın, oradan götürmürsün. Mən bir ay kampaniya kimi həmən 30 gün elədim Ramazanda ki, insanlar dəstək olsun. Ondan sonra ləğv elədim. 30 gün. Mən pul yığırsan, 2000, 500 manat verirlər sənə. Mən heç vaxt pul götürmürəm. Kimsə desə ki, ala sənə pul verirəm, deyərəm get yardım elə. Atasızlara yardım elə. Ərxan, arvadlar var, bəzi qoca arvadlar. Çoxsu şükür eləyən olmur axı. Kömək edirsənsə 2-3 ay edirsən. 2-3 ay edirsən, sonra bir də görürsən ki, çönür sənə, başlayır məsələn Xaqoya yazmağa, məndən danışır ona. Yazır sənə və yaxud da Xaqodan danışır sənə. Belə şeylər də olur da. Qadınların çoxsu hər zaman şükür eləmir. Yəni kömək elədiyimiz insanlar bəzən haqqımızı tapdalaya bilir. Amma Xaqocan canını açıb 1000 yığıb, gəla 500-ü sənə, 500-ü mənə, brat, bu sirqalası şey deyil. Bu əvvəl axır çıxır ortaya. Ona görə elə şeylərdə ehtiyatlı olmaq lazımdır. Görmüsən? Gəl göstər mənə. Bir dənə ailəni göstər ki, ondan bir manat cibimə pul qoy. Biz burada hər şeydən danışırıq. Demirəm. Sən bugün mənə adi belə cibimə elə belə, necəsə, bunu qoy cibimə 100 manat belə versən. Onda belə bir söz deyim, yardım edən adamlar. Xaqo, belə bir söz deyim. Ona görə mən səhv gəlim. Sonra deyirsiniz ki, Xaqo niyə əsəbləşir? Mən cibimə pul qoysam, vecimə olmaz. Xaqo, mən söhbəti bağlayıram. Kimlərsə yetimin, kasıbın, xəstənin puluna şəritdirsə elə bir anası ilə zina eləyib. Qəbul edirsən? Kim pul yeyirsə, lap elə. İstəyir ev tikəndə, istəyir misafir qoşanda, istəyir gəlib yardım eləyəndə, fərq yoxdur. İstəyir adam gəlib xəstəyə pul yığanda, kimsə. Kim o pul yeyirsə, bir şərəfdir, namussuzdur, evindən xəbərsizdir. Mən dedim, mən kəlməliyəm. Bəli. İndi qoyun, gedin axtarın, gedin siz də baxın, mən də baxın. Görün bu günə kimi kim nə xərcləyib, kim nə yeyib. Araşdırın, ölçün, biçin, ondan sonra hesablayarsınız. Yaxşı? Bilirsiniz bu söhbətlər necə bura çıxıb? Bilirsiniz niyə? Çünki bugünkü gün, qardaş, maşın satan bir adam gedir başlayır yardım eləməyə. Bərbər gedir yardım eləməyə. Allah eləsin, onun işi olur. Nə bilim. O gedib 50-nin 30-a da yeyər, 100-ün 5-ə də yeyər, özü bilər. Biz onu qarışmırıq. Qardaşım, çatdaq oradan çıxır da. Oradan da gəlir bizə dayanır. O eləyir deyəmə, onda sən, mən, Sərxan, fərqi yoxdur. Bütün yardım eləyən insanlar
elə şeylərin qabağını almalıdır və elə danışan adamların ağzına bu millət var, vurmalıdır. bu millət var. Çünki bu gün Sərxana pul atan, mənə də haqqına girmək dəstəkçimə pul lazımdır. atır. Bu Mən bir millətin yetim haqqına paylaşım girmək bura, lazımdır. pul atar, Sərxanına da atar, Rahiddə də atar. Bu adam görəndə ki, xaq o pisdir, vəbşi Sərxana da Heç kimi atar. qoşmayın əzizim. Mənə lazım deyil bura kimsə. Heç kimi qoşmayın. Yo, dava söz-söhbət lazım deyil. Yəni insanları, Sağ ol, insanları olun. İran Heç kim qoşmayın. Mən söhbət Hə, edirəm. Sərxan, istədim bir barışıq yaradam aramızda. İstəmərəm bura sən buradan məsələn mən elə bir layiq şey sözlərlə deyirəm. video çəkmək zad o yaxşı deyil. Bax, mən görsən bir dənə video yoxdur. Mən elə şey insan deyiləm. Ən sevmədiyim şey Rahid kişiyə şər böhtan atmaqdır. Ən xoşlamadığım şey. Bu dəlidir. Allah haqqı bu dəlidir. Bu çox Hə, dəli yəni- deyil, Murad. Bu gedib gəlməkləri var. Bu psixoloji xəstə adamdır. Bunu Bu görəcəm, mən lazımdır. bundan söhbət edəcəm, deyəcəm qutar da bu şeyləri. Bax, lazım. Bax, ona mən dedim ki, o videoları sil. Sil. Sonra sildin. Sonra dedin ki, söhbət bax, inanırsan söhbəti kim bağlı, nə barı xəbərim yoxdur. Prost dedim ki, özü yığışı. Nə olsun mən Türkiyədəyim. Adam hamının dostu, tanışı var, yoldaşı var. Adam elə dərəcəyə gətirərsiniz ki, çox pis şeylər olar. Mən bir söz demədim ki sənə. Ümumiyyətlə fikir verirsən, həmisi oturduğun yerdə də adam görsən bu problemə düşür. Oturduğun yerdə kömək edirsən. Sosialda olan adamsan, git işini gör, iş. Mən sənə haqqına girməmişəm. Görsən sən dənə xaqo gəldin burada hamının adını çəkdin, haqqına girdin. Amma mən sənə onu povudu vermirdim ki, eləmə, danışma. Yenə də danışırsan.